Salam dəyərli izləyicilər, İsmayıl rayonundan təqdimatlarımız yenidən davam eləyir və Kəpənək dairəsindən 500 metr məsafədə maşınla maksimum 3 dəqiqəlik yoldur. 6 sotun içində 165 kvadrat metrlik bir ev təqdim eləyəcəm sizə. Paket kupçalıdır. İlk öncə həyəti ilə tanış olaq. 4 bir tərəfi daş hasarlardan ibarət olan həyəti var. Həyətində meyvə ağacları, belə geniş bir boş ərazisi də var. Tam hasarlanıb. Buradan baxanda belə mənzərə görünür. Gəlin buradan göstərin mənzərəni. Qonşuların heç bir qonşunun pəncərəsi sizin həyətinizə baxmır. Orada lap küncüdə bir dənə qonşunun pəncərəsi var. O da ki, heç ağaclar ona imkan verməyəcək ki, sizin həyətə baxsın. Əlavə olaraq da siz buranı aldıqdan sonra əgər həyətdə hər hansı bir iş görmək istəsəz, qonşuyla danışıb, razılaşıb onu oradan dəyişdirə bilərsiniz. Və keçək evə. Bir məsələni qeyd edeyim evin içinə girmədən öncə. Sanitar qovşaq və hamam otağı həyətdədir, yəni içəri quraşdırılmayıb. Ora ev 70% cütdaşla tikilib. Dənə yuxarı ikinci mərtəbənin bu divarı tək daşdır. Qalan bütün perimetr üzrə cütdaşla tikilib. Ev 90% təmir olunub. Belə bir zal qarşılayır bizi və bir otaqlara indi keçib göstərəcəyik sizə. Gördüyünüz kimi cüt daşdan tikilib. Təməli bərk qoyulub, çay daşlarındandır və altında da yer saxlanılıb havalandırmaq üçün. Əlavə olaraq da həyətdə oradan borular çıxarılıb ki, yəni havalandırma, sirkulyasiya getsin. Bu bir digər otaqdır. Və belə bir geniş mətbəxi də var. Bir məsələ də ondan ibarətdir ki, evdə kombi sistemi quraşdırılmayıb, kombi xəttləri çəkilməyib, amma bu da böyük bir problem deyil. Və pilləkənlər sadəcə olaraq təmin olunmalıdır. Digər bütün işlər görülüb, ev demək olar ki, yəni deyirəm də 90% işlərin hamısı tamamlanıb. Burada uzun müddət yaşayış hardasa bir 10-12 il bundan öncə tikilib və təmir olunub və uzun müddət də yaşayış olmayıb burada. Yəni davamlı şəkildə burada yaşamayıblar. Yiyəsi Bakıda yaşayır. Bura qonaq otağıdır. Buradan da eləcə də mənzərə açılır. Yəni önünüz açıqdır. Yəni heç vaxt buranın qarşısı bağlanmayacaq. Və 3 yataq otağı var ikinci mərtəbədə. Birinci, ikinci mərtəbə ümumilikdə 165 kvadrat metrdə əlavə olaraq da mansard var. Oranı da sizə göstərəcəyik sonuncu yataq otağına baxandan sonra. Və keçirik mansarda. Mansard düzdür, tam təmirsizdir. Lakin olduqca genişdir. Buranın sadəcə olaraq camının artıq alt hissəsi vurulmalıdır, izolyasiya olunmalıdır. Ondan sonra da burada ürəyiniz istəyən kimi özünüzə istirahət zonası da düzəldə bilərsiniz və yaxud da burada otaq da eləyə bilərsiniz, iş otağı da eləyə bilərsiniz, istirahət zonası da eləyə bilərsiniz. Belə, dəyərli izləyicilər, ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Ümumi dəyəri 103 min manatdır. Bir daha təkrar edirəm. Paket kupçalı 6 sotun içində 165 kvadrat metrlik həyət evidir. Əlavə olaraq da mansard 165 kvadrata daxil deyil, ondan artıqdır. Kəpənək dairəsindən 500 metr məsafədədir cəmi. Hər kəsə bol şans, növbəti təqdimatlarda görüşmək ümidi ilə sağ olun.